Tənha anaların sosial inkişafına dəstək layihəsi çərçivəsində Şamaxı rayonunun Göylər kəndində yeni sosial müəssisə istifadəyə verilib. Müəssisənin yaradılmasında əsas məqsəd işsiz tənha anaların övladlarını dövlət uşaq müəssisələrinə verməsinin qarşısını almaq, onların sosial rifahını artırmaq və dayanıqlı məşğulluq imkanları yaratmaqdır. Bu müəssisədə 20 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Biz hamımız kənd yerində, ucqar bir kənddə heç bir iş yeri olmadığı halda bizi üçün böyük bu kollektivi yaratdıqlarına görə dəstək olan hamıya öz təşəkkürümüzü bildiririk. Deyərəm ki, uşaqlıqdan ən böyük arzum bu olub. Dərziliyə həmişə həvəsim olub, marağım olub. Evdə məşğul olmuşam, amma işləməyə şəraitim olmayıb. Mənim neçə illik arzum həyata keçib. Bir həssas ana qrupuyam. Bu bizim kəndimizdə bu açıldı. Məni bura dəvət elədilər. Elə bir ki, mən uşaqlarımı qoyub başqa yerdə işləyə bilməzdim. Ona görə mənim üçün çox əlverişlidir. Əvvəldən tikişə həvəsimiz var idi. Buranın da açılışı bizə daha da kömək oldu. Yəni tək qadınlara, tənha analara. Himayəmizdə az yaşlı uşaqlarımız var, yəni ehtiyac var. Yeni müəssisə tənha anaların və az təminatlı ailələrin sosial həyatda fəal iştirakını gücləndirməyə, qadınların iqtisadi və sosial təşəbbüslərini planlaşdırmaq və əlaqələndirməyə, eləcə də sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə geniş imkanlar yaradır. Bugün artıq ikinci müəssisəmizlə birlikdə bizim işçi sayımız 42 nəfərə çatdırılıb və biz təşkilat olaraq bu sayı 100 nəfərə çatdırmağı hədəfləyirik. Müəssisənin açılış mərasimində qeyd olundu ki, seçim uşaqlarını tək başına böyüdən və az təminatlı ailələrdən olan analar arasında aparılıb. Seçilmiş namizədlərə istehsal üçün zəruri avadanlıqlar verilib. Müəssisənin istehsal etdiyi məhsulların satışına isə Kobiya tərəfindən dəstək verilir. İlham Əhmədov, Talih İbrahimov, Loğman Avaz, APA TV, Şamaxı.